Bu dəqiqə bu videoya axıracan bax, çünki çox təcili. Bu arxada gördüyünüz bax həminki bu villa satılır. Bir dənə buranı, bir dənə dairəvi, bir dənə çək. Nə bilim, qardaş, bu evdə yoxdur, amma çox təcili pul lazımdır. 240 kvadratda bir sotun içində ev, 2 sotdakı torpağı var. Qardaşım, ev möhtəşəmdir, 2 mərtəbəli villadır. Bir şey ki, qardaşım, monolit betondur, ara kəsmələri falan. Özü hardadır? Milyonerlər məhəlləsində, düz yolun qırağında, Astronovkanın yanında. Gəl bir dənə keçə evdən tanış olaq, amma yenə deyirəm, sonacan baxın, çox təcilidir, qiymət möhtəşəmdir. Hə, gəl Kərbəlayı, gəl bir dənə bunu sizin nəzərinizə çatdırım, bir dənə otaqları göstərmədən öncə. Nəzərinizə çatdırıram ki, burada, Xırdalanın bu mərkəzində sotu 40 mindir buranın torpağının. 40 min torpağının qiyməti var. Girdik içəri, bir dənə kuxnamız, bax səliqəli, kuxnanın mebeli falan, yəni bilirsiniz ki, bunlar hamısı yerində qalacaq, bu öz yerində. Gəldik, burada bir dənə beləsinə zalımız var, geniş şəkildə. Yəni zalımız çox möhtəşəmdir, çox da geniş bir dənə zalımız var. Yəni bu kvadratda ev, yəni çətin məsələdir, yəni hər yerdə tapmaq olmaz. Bir dənə belə deyək də, uşaq otağı kimi nəzərdə tutulub. 2 dənə otaq aşağıdadır, 3 dənə otaq yuxarıda. Burada da hamam sanuzerdir. Bir dənə çək, qardaş, buranı. Yəni bu, yəni qardaş, yoxdur dediyim həminki ev budur. Yəni keçə indi ikinci mərtəbəni sizə çəkim. Və Kərbəlayı, bax sənin nəzərinə çatdırıram ki, ikinci mərtəbənin qardaş arakəsmə hamısı monolit betondur və istipoldur. İstipol, yəni istilik bilirsiniz də, yəni kombidir. Bura yuxarı qalxdın, balkona çıxış. Yəni bax möhtəşəm balkona çıxışı. Ondan sonra yuxarıda indi gəl sizə otaqlarla tanış eləyim. Gəl. Bir dənə belə spalnimiz var, yəni yataq otağı. Çox da geniş şəkildə də, çox yəni möhtəşəm. Yəni buna nə deyim mən? Hər şey əlasından da. Əla sözü elə bura layiqdir. Bir dənə də belə bir otağımız var yuxarıda. Sonra gəl. Bir dənə də uşaq otağımız burada var. Çox qəşəng, səliqəli, möhtəşəm bir evdir. Yəni bu qiymətə belə bir ev. Bu da yuxarının hamam sanuzeridir. 2 dənə hamam sanuzer var. Gəldik əsas məsələyə. Yəni bizim 114 əmlakın izləyiciləri bilir ki, biz ancaq real qiymətləri paylaşırıq və sizə uyğun, əziz belə deyək də, əlimyanlı qiymətlər paylaşırıq. Bu evin açıq mən sizə deyəcəm, qiymətini deyə bilmirəm. Niyə görə deyə bilmirəm? Çünki çox aşağı qiymətdir. Çünki bura görə bir şey ki deyirəm ki, sotu burada 40 min torpağın. 40 min sotu olan torpağın, indi görün, indi bu qardaş əlim yandı neçəyə verir indi bu evi. Əgər real alıcılar. Bir dənə əlaqə saxlasın, profildə nömrəmiz var. Yəni də belə də deyə bilərəm. 055 474 89 89. Evimizin genişliyinə söz yox. Evimiz möhtəşəm. Allah alana da, satana da xeyirli eləsin. Təşəkkürlər.